Zaman-zaman müxtəlif işlərdə uşaqların çalışdığını, uşaq əməyinin istismarını görürük. Hətta azyaşlılar üçün daha riskli olan yerlərdə belə. Sözügedən məqamlar onları təhsildən yayındırır, sağlamlıq və həyatlarına zərbə vurur. Bəs bütün bunlar qanunla necə tənzimlənir? Uşaqlar hansı yaşdan etibarən və necə işlərdə fəaliyyət göstərə bilərlər? Vəkil Ramil Süleymanov deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 5-ci bəndinə əsasən 15 yaşına çatmamış şəxslər işə götürülə bilməzlər. Əmək Məcəlləsi də qeyd eləyir ki, 15 yaşı tamam olmuş valideyninin və qanuni nümayəndəsinin qəyyumunun yazılı razılığı əsasında 15 yaşına çatmış şəxslər onların həyatına və sağlamlığına, mənəviyyatına təhlükə törədən işlər xaric işlərə cəlb oluna bilərlər. 15 yaşından 16 yaşadək uşaqlar üçün qısaldılmış iş vaxtı tətbiq olunur ki, həftədə 24 saat təşkil edir. 16 yaşdan 18 yaşa qədər şəxslər üçün bu 36 saat müəyyən olunub. 16 yaşından az olan işçilərə əmək məzuniyyəti 1 il ərzində 42 gün, 16 yaşdan 18 yaşadək olanlara isə 35 təqvim günü verilir. Əgər qanunlar işə götürən tərəfindən pozularsa, bununla bağlı əmək müfəttişliyi tərəfindən müvafiq yoxlama aparılır. Qaydanı pozan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.8-ci maddəsinə görə əgər işə götürən tərəfindən 15 yaşına çatmayan şəxs işə cəlb olunarsa, o zaman vəzifəli şəxslər 1000 manatdan 1500 manata qədər, hüquqi şəxslər 3000 manatdan 5000 manata qədər inzibati qaydada cərimə edilirlər. Zərintac Mayıs qızı, Təbriz Qoliyev, Misya TV.